Elvin Cəfərquliyev artıq bütün Azərbaycan futbolunu boğaza yığıb. Qarabağda qırmızı alır, gəlir millidə qırmızı alır. Millidə qırmızı alır, qayıdır Qarabağda qırmızı alır. Və görsən ki, əksəriyyətdə yersiz qırmızılardır. Ona alqışlayır da, Bədavi yoruldu onu danlamaqdan, o qırmızı vərəq almaqdan yorulmadı. Bu adam xarakterinə məğlub olur. Bu istedadlı futbolçu, bax, öz xasiyyətinin ucbatından karyerasını tez sonuclandıracaq, görəcəksiniz. Ya bir gün Qurban Qurbanov bezib deyəcək ki, qapını göstərəcək, deyəcək, sağ ol, salamat qal. O da bilinmir ki, indi Qarabağdan ayrılandan sonra elə hansı səviyyədə oynayar, harada oynayar. Ya heyətdə yerini itirəcək, amma bunun bir sonu var. Bu nə dəlisovluqdur, bu nə dəlilikdir, bu nə xarakterdir. Yenə deyirəm, insansan, özünlə bacara bilmirsənsə, bu bizdə indi o 10 il, 15 il əvvəl psixoloq adı gələndə biraz pis qarşılayırlardı. Yəqin ki, artıq dünya o qədər gəlişib ki, psixoloq ifadəsinin sözünə də, ümumiyyətlə peşəsinə də